Sumqayıtda 32 yaşlı kişi amansızlıqla qətlə yetirilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Dəhşətli cinayət hadisəsi şəhərin Kimyaçılar qəsəbəsində Hafiz Baxış küçəsində qeydə alınıb. Tərəflər məhz mənim dayandığım bu ünvanda əvvəlcə mübahisə ediblər. Sonra da isə qonşulardan biri cibində gəzdirdiyi bıçaqla digərinə ağır xəsarət yetirib. Yaralı yaxınların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, çox təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirilən şəxs 32 yaşlı Urfan Baxışovdur. Mən burada yox idim. Zəng elədilər mənə, dedilər ki, bəs belə-belə. Mən gəldim, gördüm, xəstəxanaya aparıblar. İndi piyan olub, nədirsə, bunu dayandığı yerdə vurub, dediklərini vurub. Dost olublar, onlar yoxsa tanış oldu? Bu evdə böyüyən adam, qonşu olublar. Qonşu bu dalda olur da, bizdən bir 3-4 nəfər, 3-4 ev o tərəfdə. Burada uşaq mənlə görüşüb, öpüşmüşük, 2 saatdan sonra getmişim və evə gedən kimi mənə zəng gəlib ki, həmin uşaq bunu vurub. Həmin uşaq da normal uşaq deyil, o vuran adam. Qonşu olub, bu evdə böyüyüb, bu evin çörəyindən böyüyən adamdır. Cinayət əməlini törətməkdə şübhəli bilinən Natiq Ağayev saxlanılaraq istintaqa təhvil verilib. Cəlilabadda isə qadın qətlə yetirilib. Hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb. 15 yaşlı yeniyetmə dayısının həyat yoldaşı 27 yaşlı Səidə Cəfərovanı öldürməkdə şübhəli bilinir. Valla mən evliyimə xəbərim yoxdur. Çölə çıxdım hala. Ailəni tanıyırsan da? Hayır, tanıyım maalesef. O buranın kimdir onu? Buranın kimdir? Basçı olur. Məlumata əsasən yeniyetmənin ailə üzvləri uzun illərdir Rusiyada yaşayır. Bir müddət olar ki, Azərbaycana gələn yeniyetmə dayısigildə qalırmış. Hadisə baş verən zaman dayısı evdə olmayıb. Qətldən sonra yeniyetmə qaçıb. Polis onu saxlayaraq istintaqa təhvil verib. Nizami Rəsulov, Elşən Feyzullayev, Ruzanə Kərimli, Xəzər xəbər.